Salam, siz Yeni Başlanğıc podkastını dinləyirsiniz. Burada biz həyatda uğur qazanmaq istəyən qadınlara, gənc qızlara, gənc analara bələdçilik edirik və bir-birimizdən ilham alırıq, motivasiya veririk və yavaş-yavaş öz icmamızı qururuq. Bugün sizinlə motivasiyamızı itirməmək, göstərdiyimiz səyləri davam etdirmək mövzusunda danışmaq istəyirəm və düşünürəm ki, bu çox əhəmiyyətli və vacib bir mövzudur və ümid edirəm ki, sizin üçün də faydalı olacaq, buna əminəm. Yəni, hər şey üst-üstə gələndə, enerjimiz tükənəndə, başqaları sizin apardığınız mübarizədən xəbərsiz olanda belə, hədəflərinizə çatmaq üçün necə davam etməlisiniz sualını müzakirə edəcəyik. Çünki bu podkastı həm karyera qurmaq, həm oxumaq, təhsil almaq, həm də eyni anda övlad böyütmək istəyən qadınlara, gənc qızlara görə hazırlayıram. Təxmin edirəm ki, səhər saat 6-da telefonun zəngi səni yuxudan oyadır. Yəni, mən təxmin edirəm ki, bu podkastı dinləyən bütün xanımları, bütün gənc qızları, qadınları, gənc anaları səhər saat 6-da telefonun zəngi yuxudan oyadır və birinci, özünüzə yox, başqalarına ayıracağınız uzun bir gün başlayır. Birinci növbədə çay qaynadıb uşağın yeməyini hazırlamalısan, əlin bir yandan çanta yığır, digər yanda məktəb forması ütülüyür. Uşaqları yola saldıqdan sonra, ola bilər ki, taksidə və yaxud avtobusda telefonunu açırsan və ola bilər ki, hazırlaşdığın bir imtahan var, ona dair bir video izaha baxırsan, amma diqqətini toplamaq əlbəttə ki, çətindir. Çünki beynində min fikir var, evdə nə bişəcək, uşaqları məktəbdən kim götürəcək kimi və s. və tapşırıqları necə yerinə yetirəcəksən, necə uğur qazanacaqsan, necə hədəflərinə çatacaqsan. Günorta isə işdə ola bilər ki, başqalarına nələrisə izah edirsən, dinləyirsən, müəyyən problemləri həll edirsən, məsuliyyət götürürsən. Axşam isə yorğun halda evə qayıdırsan, yemək bişir, süfrə hazırla, uşağın dərsinə kömək et, sonra yenidən dağılmış evi yenidən yığışdır, yenidən və gündüz iş, axşam yemək, gecə dərslər, hədəflərimiz, məqsədlərimiz üzərində düşünmək və hər kəs də bizdən nəsə gözləyir, səndən nəsə gözləyir, ailə üzvləri, uşaqlar. Dəstək istəyəndə isə sən güclü qadınsan, öhdəsindən gələrsən deyirlər. Amma bəzən güclü olmaq da, gəlin razılaşaq ki, insanı çox yorur. Xüsusilə də əgər evdə sizə dəstək olacaq başqa insanlar yoxdursa. Düşünürəm ki, bu podkastı dinləyən əksər qadınlar özünə iş tapmaq istəyir, karyera qurmaq istəyir, öz ixtisası üzrə çalışmaq istəyir. Çünki öz ayaqları üzərində durmaq, ailəsinə dəstək olmaq kimi planları var. Ola bilər ki, siz indi karyera qurmaq istəyirsiniz, çünki arzularınız var, inkişaf etmək istəyirsiniz, təhsil almaq istəyirsiniz və əslində bu qədər yükün altında yorulmaq düşünürəm ki, normaldır. Və bu buraxılışda, bu epizodda biz davamlılığın, ardıcıllığın, yəni göstərdiyimiz səyləri davam etdirməyin, necə deyərlər, qapıları döyməyə davam etməyin gücünə diqqət yetirəcəyik. Hazırsınızsa, kağızınızı, qələminizi və çayınızı götürün. Kim istəsə əlbəttə ki, kofe də götürə bilər, amma mən çay sevirəm, ona görə də hamıya çay tövsiyə edirəm. Deməli, əyləşin, dinləməyə davam edin. Gəlin başlayaq. Deməli, bu mövzuda aparılan tədqiqatlar və mütəxəssislərin fikirləri də göstərir ki, bir hədəf uğrunda göstərdiyimiz səyləri davam etdirmək və motivasiyanı qorumaq üçün müəyyən prinsiplər var ki, onlara riayət etmək çox önəmlidir və mən bu podkastın bu epizodunu hazırlayarkən həmin tədqiqatlardan, məqalələrdən bəzilərini oxumuşam, onlarla tanış olmuşam və sadələşdirilmiş şəkildə istəyirəm ki, onların məzmunu ilə də sizi tanış edeyim və elmi əsasına da baxaq bu məsələnin. Deməli, psixoloqlar və ekspertlər, bu sahəni araşdıran ekspertlər deyir ki, uğurun əsas açarı ardıcıllıq, məsuliyyət və diqqətli seçimlər etməkdir. Təkrar edirəm, ardıcıllıq, məsuliyyət götürmək və diqqətli seçimlər etməkdir. Elmi araşdırmalar göstərir ki, yəni kiçik, davamlı addımların təkrarı insanın davranışlarını formalaşdırır uzun müddətdə və uzun müddətli yaxşı nəticələrə, köklü yaxşı nəticələrə gətirib çıxarır. Bundan əlavə mütəxəssislər onda vurğulayırlar ki, insanın ətraf mühiti və ona təsir edən amillər motivasiyanın qorunmasında vacib rol oynayır. Yəni,
hansı vərdişlərə fokuslandığınız, hansı insanlarla vaxt keçirdiyiniz uğurunuza birbaşa, həyatınıza, uğur qazanmağınıza birbaşa təsir eləyir. Gəlin indi bu elmi əsaslarla dəstəklənən, amma hər kəsin həyatında tətbiq edə biləcəyi real, praktik və təsirli yolları birlikdə araşdıraq. Nə dedik? Dedik ki, ardıcıllıq, davamlılıq və məsuliyyətli qərarlar vermək burada əsasdır. Yəni, belə bir nəticəyə gələ bilərik ki, uğur birdən-birə gəlmir. Mən düşünürəm ki, siz də bundan razısınız. Artıq həyatınızda bu kimi məsələləri təcrübə etdiyinizi düşünürəm və əminəm ki, siz artıq o nəticədəsiniz ki, bilirsiniz ki, uğur birdən-birə gəlmir, bunun üçün çalışmaq lazımdır, amma belə deyək ki, heç kim gecə yuxudan durub birdən-birə böyük bir iş görmür. Yəni, gəlin açıq danışaq da, həyat belə deyil. Siz hər gün yorğun ola bilərsiniz, iş, ev, uşaqlar. Yəni, burada əsas məsələ odur ki, biraz da olsa hər gün eyni işi görmək lazımdır. Yəni, davamlılıq deyəndə biz bunu nəzərdə tuturuq da. Məsələn, hər hansısa bir imtahana hazırlaşırıqsa, hər gün 20-30 dəqiqə test həll etməliyik buna dair. Yəni, bacarıqlarımızı inkişaf etdirməliyik. Yəni, inanın ki, bunu mütəxəssislər də qeyd eləyirlər, deyirlər. Yəni, təkcə mən demirəm. Yəni, 1-2 ay sonra nəticə fərqli olacaq. Və bir gün çox iş görüb, başqa gün heç nə etməmək, bu sizi irəli aparmaz. Yəni, nizamlı olmaq lazımdır. Yəni, bilirsiniz, müvəffəqiyyət, uğur danışıldığı kimi böyük bir hekayə deyil də, sadəcə adi gündəlik işlərin davamlılığıdır. Yəni, davamlı görülməsidir, nizamlı görülməsidir. Məsələn, mən özüm 15 ildir bu yolun içindəyəm, yəni özümdən bir nümunə gətirsəm, uşaq televiziyasında layihələr departamentinə rəhbərlik edirəm, universitetdə mühazirə deyirəm, onlarla müəllimə, valideynə təlim keçirəm. Bir yandan da uşaqlarım böyüyür, işlərim çoxdur, amma hər gün vaxt tapıb nəsə oxuyuram, öyrənirəm, nələrsə hazırlayıram, təşəbbüslər göstərirəm. Və müşahidə edirəm ki, bu kiçik addımlar uzun müddətdə nəsə nəticə verir. Yəni, öz həyatımdan da gəldiyim nəticə bunu deməyə mənə əsas verir. Və burada əsas məsələ düşünürəm ki, gündəlik işini tərk etməməkdir. Ardıcıllıq uğurun sirridir. Və müvəffəqiyyət qəfildən böyük addımlar atmaq və böyük dəyişikliklər etmək deyil. Hər gün kiçik ardıcıl təkmilləşdirmələr etməkdir. Çünki böyük addımlar atmaq, böyük dəyişikliklər etmək əslində riskli də ola bilər bir yandan. Nəticələr bizi məyus eləyə bilər. Amma düşünülmüş, atdığımız kiçik addımlarla daha sağlam təməllərə malik işlər görməyimiz əlbəttə ki, səbəb ola bilər. Və həyatın, bizim həyatımız, seçimlərimizin və hərəkətlərimizin nəticəsidir. Və verdiyimiz qərarlar üçün məsuliyyət daşımaqla öz taleyimizi idarə edirik. Bunun üçün, məsələn, xarici amilləri günahlandırmaq və ya hər şeyin dəyişməsini gözləmək yerinə, hər gün verdiyiniz qərarlarla həyatınızı formalaşdıra biləcəyinizi başa düşməlisiniz. Yəni, biz birinci bunu dərk etməliyik. Buna dair bir əminlik olmalıdır bizim içimizdə. Yəni, sən günə necə başlayırsan, günün axşamını necə bitirirsən, elə həyatını da o şəkildə formalaşdırırsan, o şəkildə yaşayırsan. Məsələn, səhərlər 15 dəqiqə tez durub, telefon əvəzinə kitab oxumağı seçmək olar. Axşam yatağa getməzdən öncə gələcək planlarımız haqqında 5 dəqiqəlik düşünə bilərik, bir plan qura bilərik özümüzə. Və hər həftə sonu öz inkişafımıza bir şey əlavə edə bilərik. Bir yazı, bir fikir. Yəni, bu addımlar əslində kiçik görünür, amma bizim inkişafımıza xidmət eləyir. Yəni, vərdişə çevriləndə həyatımızı dəyişdirə bilir. Və bunu mütəxəssislər deyir, mən demirəm. Onların da fikirləri belədir. Çünki vərdişlər bizim ikinci təbiətimizdir. Biz elə yaşayırıq ki, düşündüyümüzdən çox vərdişlərimiz bizi idarə edir. Və əgər hər gün buna vaxtım yoxdur deyib işləri təxirə salırıqsa, yəni bu özü də bir vərdişdir. Əgər hər axşam 10 dəqiqəlik yazı yazırıqsa, bu da bir vərdişdir. Yəni sual budur. Sənin vərdişlərin sənin məqsədlərinə, arzularına xidmət edir, yoxsa yox? Yəni, səni öz məqsədlərinə yaxınlaşdırır, yoxsa səni onlardan uzaqlaşdırır? Özünə yeni və faydalı bir vərdiş yaratmağın vaxtıdır məncə. Yəni, birinci növbədə özümüzə faydalı bir vərdiş yaradaq, baxaq görək sonda nə olur? Özümüzü necə hiss edirik? Güclü hiss edirik, yoxsa zəif hiss edirik? Bir müşahidə aparaq. Və
Burada bir əsas məqam da var. Gələcək üçün diqqətli seçimlər etmək. Yəni mən çox istəyərəm ki, bu hissəni gənc qızlar daha çox diqqətlə dinləsin. Sözüm belədir ki, diqqətli seçimlər edin. Sözümün canı, mənası budur ki, diqqətli seçimlər edin. Yəni bir şeyi düşünəkdə, yəni mən kimlərlə vaxt keçirirəm, hansı sözləri tez-tez eşidirəm, gözüm və beynim nəyə baxır, nə ilə qidalanır, enerjimizi alan insanlar hələ də bizim niyə yanımızdadır, yaxud da telefonumuzu əlimizə alıb 5 dəqiqəlik dincəlmək istədiyimiz anda gördüyümüz kontent, gördüyümüz məzmun bizi ruhdan salır, yoxsa motivasiya edir, bizə nələrisə öyrədir, yoxsa bu boş bir vaxtdır. Baxın, yəni burada belə bir nəticəyə gəlmək olar ki, həyat bir səfərdirsə, bu səfərdə kiminlə yoldaşlıq etdiyiniz, nəyə qulaq asdığınız, nə oxuduğunuz, hətta sosial şəbəkədə nə izlədiyiniz, hamısı sizin istiqamətinizi təyin edir. Və əgər daim negativ xəbərlər, tənqidi yanaşan insanlar sizi bacarmazsan deyə dayandıran çevrə ilə bir növ əhatələnmisinizsə, təbii ki, yorulacaqsınız. Təbii ki, inamınız sarsılacaq. Amma əgər sizi anlayan insanlarla, ruh verən söhbətlərlə, yol göstərən mentorlarla əhatələnmisinizsə, yol nə qədər uzun olursa olsun, nə qədər uzun olsa da davam etmək istəyəcəksiniz. Əgər bayaq eşitdiyin bu suallara verdiyin cavablar səni narahat edirsə, əziz gənc qızlarımız, əziz xanımlar, yəni dəyişiklik eləməyin zamanı gəlib çatıb deməkdir. Ən kiçik addım belə, məsələn, deyək ki, elə bu podkastı dinləmək artıq bir seçim deməkdir və doğru seçimlər zamanla səni tam fərqli bir yerə aparacaq, tam fərqli bir mənzilə gətirib çıxaracaq. Bəzən də elə anlar olur ki, biz görürük ki, çox yaxınıq öz hədəfimizə, amma nəticə ərsəyə bir şəkildə gəlmir. Gecəmizi gündüzümüzə qatıb hazırlaşırıq, amma imtahandan keçmirik. İşə müraciət edirik, oradan cavab gəlmir. Uşaqla çalışırsan, amma o yenə ağlayır və sənə qulaq asmır. Heç cür yola gətirə bilmirsən, yorulursan və öz-özünə deyirsən ki, görəsən mənim əziyyətlərim hədər gedir. Amma onu deyim ki, heç nə boş getmir. Sadəcə hər şeyin bir vaxtı var. Heç nə boşuna deyil, heç nə boş yerə getmir. Uğur dərhal gəlmir. Gəlin bununla bir razılaşaq. Yəni bəzən torpağın altına bir toxum əkirsən, o həftələrlə görünmür, düzdür? Amma bu o demək deyil ki, o orada böyümür. Uğursuzluqlar sənə uğur üçün dözümlülük öyrədən bir müəllimdir. Uğursuzluqları bir müəllim kimi qəbul etmək lazımdır ki, o bizə dözümlülük öyrədir, bizim xarakterimizi formalaşdırır, bizi güclü edir. Və hər dəfə alınmadı deyəndə, əslində hazırsan deməyə biraz da yaxınlaşırsan. Ona görə də səbirli ol. Özünü başqaları ilə müqayisə etmə. Kimin nə qədər tez bir mənzil başına, bir hədəfə çatdığı deyil, sənin dayanmadan getməyin önəmlidir. Hər dəfə yıxılanda, yenidən qalxırsansa, sən artıq uğurlusan. Yəni ona görə də yoluna davam et. Və əgər bu buraxılışda dediklərim sizə toxundusa, əgər siz də bu səsi dinləyəndə məni anlayan biri var hissini yaşadısa, deməli biz artıq eyni yoldayıq. Ona görə də təklif edirəm ki, Yeni Başlanğıc podkastına abunə olun, paylaşın, bir dostunuza göndərin, ehtiyacı olduğunu düşündüyünüz. Fikirlərinizi şərhlərdə yazın. Çünki bəzən bizə təkcə güclü olmaq yox, başqa birinin mən də eyni yoldan keçmişəm deməsi bəs eləyir. Yəni başqa insanların təcrübələrindən yararlanmaq. Ona görə mən tez-tez deyirəm ki, biz bir icmayıq. Bir-birimizə kömək olmalıyıq, bir-birimizə dəstək olmalıyıq. Öz həyat hekayələrimizi paylaşmaqla, şərhlərdə fikirlərimizi paylaşmaqla və bir-birimizdən öyrənirik. Yəni ömür boyu davam edir bu proses. Yəni hər həftə bu platformada mən düşünürəm ki, motivasiya, təcrübə, elmi əsaslı metodlar və sadəcə sizin səsinizə bənzər bir səs sizi gözləyəcək. Unutmayın, böyük dəyişikliklər kiçik, lakin davamlı səylərlə başlayır. Mən Çimnaz Şıxverziyeva, Yeni Başlanğıcda növbəti həftə yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın, davam edin, çünki siz bu yolu gedə biləcək qədər güclüsünüz.